sual cümlelerini İngiliz dilinde deyirlər special questions. Xüsusi sual cümlelerinin ikinci adı WH questions'dır. Niye göre? Çünkü bu sual cümleleri başlayanda WH ile başlayır. Bu sual cümlelerinde Azərbaycan dilində də belə bir şey var, İngilis dilində də. Cümlənin üzvlərinə sual veririk. Biz öyrəndik ki, İngilis dilində mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Bax, söz sırası belə idi. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Bu söz sırasına uyğun olaraq da cümlənin bu üzvlərinə sual veririk. Hansı üzvünə sual veririksə, o sual verdiğimiz üzvə görə də sual əvəzliklərindən istifadə edirik. Sual əvəzliklərini əvəzlik mövzusunda öyrənmişdik ki, WH ilə düzələn bəzi sual əvəzlikləri var idi. Məsələn, who. Ne deməkdir? Kim, whom, kimin, kimə, what, nə, why, nə üçün, when, nə var, which, hansı, düzdürmü? Sonra how, hınla olanlar, how, necə, how many, how much, necə, düzdürmü? How long, nə qədər müddət, how often, nə qədər tez-tez. Bunları yəqin ki əzbərləmisiniz də. Bax, həmin o sual sözlərini götürürük, gətirib qoyuruq bura sual əvəzliklərini. Bax, WH olan sözlər sual əvəzlik. Ondan sonraki tərəfə artıq söz sırası düzülür. Cümlədə, diqqətiniz burada olsun, xahiş edirəm. Cümlədə, cümlə üzvlərinə sual verərkən söz sıralarına diqqət eləməlisiniz. Əgər cümlənin mübtədasına sual vermək istəyirsənsə, sual əvəzindən direkt sonra əsas feili qoymaq lazımdır. Sonra da tamamlıq, zərflik. Əgər cümlənin mübtədasından başqa geri qalan üzvlər xəbərdir, tamamlıqdır, təyindir, zərflikdir, bunlara sual verirsənsə, söz sırasını pozursan, sual əvəzini qoyursan, sonra köməkçi feili qoyursan, sonra mübtədanı qoyursan, sonra əsas feili qoyursan, xəbəri qoyursan. Başa düşdünüzmü? Əgər cümlənin mübtədasına sual verirəmsə, birbaşa əsas feili qoyuram. Yox, cümlənin mübtədası deyil, digər üzvlərinə sual verirəmsə, onda mütləq söz sırasını pozmalıyam. Başa düşdünüz bunu? Uşaqlar, əgər cümlənin mübtədasına sual verirəmsə, bu mübtəda baxacağım. Əgər canlıdırsa, sualımı bəli, who ilə verəcəm. Əgər cansızdırsa, sualımı what ilə verəcəm. Amma burada sizə bir dənə bildiriş göstərim. What cümlənin bir neçə üzvünə sual verir. Cümlənin mübtədasına da sual verə bilər, tamamlığına da sual verər, təyininə də sual verər, xəbərinə də sual verər. Yəni, what sual əvəzliyi əhatəlidir. Cümlənin 4 üzvünə sual verə bilər. Bunu da anladınız. Biz hal-hazırda mübtədaya sualı öyrənirik. Cümlənin mübtədasına sual verərkən canlıya who-la, cansıza what-la sual verəcəm. Amma baxacağıq, biz sizə öyrətdik ki, bir var ismi xəbər, bir var feili xəbər. Yadınızdadır, bunu sizə öyrətmişdim. Əgər cümlədə who-dan və what-dan sonra deməli mübtədaya sual verəndə söz sırası necə oldu? Who, what, birbaşa əsas feil. Mübtədaya sual verəndə birbaşa əsas feil gəlməlidir. Who-dan və what-dan sonra gələn birbaşa əsas feil feili xəbərdirsə, mütləq şəkildə təkdə olmalıdır. İsmi xəbərdirsə, isimdən asılıdır. İsim təkdədirsə tək, cəmdədirsə cəm olur. Nə demək istəyirəm? Məsələn, deyirəm ki, these boys, bu oğlanlar are playing football. Futbol oynayırlar. Gəlin bu cümlədə mübtədaya sual verək. Görürsünüz, mübtəda oğlanlar. Sual verək. Kim futbol oynayır? Oğlanlar canlı olduğuna görə mən verəcəm who ilə. Who-dan direkt sonra nə gəlməlidir? Əsas feil. Əsas feilim nədir? Feili xəbər. Feili xəbər, xəbəri feildən ibarət olanlardır. İsmi xəbər isə xəbər feil deyil. İsim, sifət, say, əvəzlikdir. Bunu bilirsiniz də siz. İndi feili xəbər olanda onda mənim xəbərim mütləq nə olacaq? Tək olacaq. Who is playing football? Futbol. Kim futbol oynayır? Baxın, əgər cümlənin mübtədası canlıdırsa who-la sual verirəm. Xəbəri əsas feildirsə is playing, yəni ki, təkə çevirirəm əsas feili. Başa düşə bildiniz? Və yaxud da başqa bir neçə dənə nümunə verək. Yuxarı silmək istəmirəm. Mübtədaya sual verəndə söz sırası necə oldu? Söz sırası necə oldu? Who, what, birbaşa əsas feil. Bunu yadınızda saxlayın. Məsələn, bax deyirəm ki, the girls, qızlar understand me. Məni başa düşürlər. İndi burada nə oldu? Bax, qızlar. Qızlar mübtədası cəmdir deyə xəbərim də cəmdir. Düzdürmü? İndi qızlar canlı olduğuna görə nə ilə soracağam? Who-dan sonra gələn feilim isə təkdə olacaq. Who understands me? Məni kim başa düşür? Deməli, sən buradan nə nəticə çıxartdın? Mübtədaya sual verəndə canlıdırsa who-la, cansızdırsa what-la sual verəcəksən, özündən direkt sonra əsas feil gələcək və bu əsas feil də təkdə olacaq. Çıxartdığın nəticə budur. Ondan sonraki söz sırası davam edir. Başa düşdünüz? Məsələn, bax deyirəm ki, the accidents have happened today.
Bu gün qəzalar baş verir. Məsələn deyirəm ki, bu gün çoxlu qəzalar baş verir. İndi burada accident-sə sual verək. Nə baş verib? Accident canlı da yoxsa cansız? Cansız olduğuna görə what ilə sual verəcəm, amma ondan sonra gələn əsas feilimi də nə edəcəm? Tək də eləyəcəm. Siz artıq tək xəbər və cəm xəbəri tanıyırsınız da. Sonunda feilin sonunda s varsa təklik bildirir. Bunu bildiniz. İzdirsə təkdir, ardırsa cəmdir. Bunları bilirsiniz. Düzdürmü? What has happened? Nə baş verib? Başa düşdünüz? Yəni ki, what və who-dan direkt sonra əsas feili qoymalısınız. Mübtədanın sualı məhz bundan ibarətdir. Başa düşdünüz bunu? Aydın oldu? Aysa o. Deməli, biz sizlə mübtədanın sualını öyrəndik. Bu qədər. İndi digər üzvləri, yəni xəbəri, tamamlığı, təyini, zəfliyi öyrənəcəyik. Əgər who və yaxud da what ilə başlayan sual cümləsində cümlənin ən sonunda söz önü gördünüzsə, o zaman bu qəti surətdə mübtədanın sualı deyil. Mübtədanın sualı olarkən orada söz önü ola bilməz. Niyə? Məsələn, who nə deməkdir? Who kim deməkdir, düzdürmü? İndi bu who olan cümlənin sonuna to qoysam, who to hansı mənanı verər? Kimə? Kimə sualı? Cümlənin tamamlığına sualdır da, düz deyil. Aysa. Məsələn, who for? Kim üçün? Yenə tamamlıq. Who about? Kim haqqında? Yenə tamamlıq. Cümlənin mübtədasına sual verəndə kim, nə? Bax, isim nətər öyrənmişdim. Kim, nə? Məsələn, kimi, kim haqqında, kim üçün, nəyi, nə haqqında, nəyə, nə üçün bunlar varsa o mübtədaya sual deyil. Nəyə sualdır? Tamamlığa sualdır. Tamamlıq da digər üzvlərdir. Digər üzvlərə sual verəndə söz sırası necə olar? İndi onu izah edəcəm. Amma mübtədadan çıxdığıma görə çıxmadan bunu sizə bildirməyə çalışdım ki, testdə şagirdlər who what-u görən kimi birbaşa əsas feil götürür. Amma sən gedib cümlənin sonunda söz önüyə baxmalısan. Söz önü varsa birbaşa əsas feil götürə bilməzsən. Bura aydın oldu. Gəldik nəyə? Digər üzvlərə sual. Buranı başa düşdünüz. Əslində xüsusi sual cümlələri həqiqətən qəliz və qarışıqdır. Amma siz görürsünüz, mən onu nətə incələyirəm. İndi gəlin xüsusi sual cümlələrini digər üzvlərinə baxaq. Mübtədanı bildik. İndi geri qalanlar nədir? Bax, xəbərdir, bax, tamamlıqdır, təyindir, zəflikdir. Bax, bunlara sual öyrənək. Görək necədir? Gəlin birinci tamamlıq elə bayaq who, to, who for dedi ya. Tamamlıqdan giriş eləyək ki, necə olacaq? Ümumiyyətlə, cümlənin qalan hissələrinə sual verəndə söz sırası belə olur. Sual əvəzi, köməkçi feil, mübtəda, əsas feil. Bu düsturu uşaqlar test işləyəndə o qədər çox deyirəm ki, mən yoruluram bu düsturu deməkdən ki, ay bala, bax, söz sırasını poz. Söz sırasını pozmaq o deməkdir ki, köməkçi feil, mübtəda, əsas feil. Pozmamaq o deməkdir ki, sual əvəziyindən direkt sonra əsas feil gəlsin. Direkt sonra əsas feil gələndə pozulur. Amma pozmaq o deməkdir ki, köməkçi feil, mübtəda, əsas feil. Bəzən şagirdlər belə yazır. Məsələn, testdə sən bilirsən ki, do, does, did-lə sual cümləsində əsas feil belə yan-yana gələ bilməz. Bəzən testdə belə verir. Məsələn, deyir ki, tutaq ki, why, məsələn, does read. Bax, bu da düz olar bu. Düz olmaz ki. Yaxud da olsun ki, who does read. Düz olmaz, yadınızda qalsın. Köməkçi feillə əsas feil sual cümləsində yan-yana gələ bilməz. Belə olmaz. Başa düşdünüz? Söz sırası pozulmalıdır burada. Yan-yana gələ bilməz. Aydın oldu. Amma bunu inkarlaşdırıb deyə bilərəm. Məsələn, bax, deyirəm ki, my student, mənim şagirdim reads, oxuyur. Mənim şagirdim oxuyur deyirəm. İndi burada mənim şagirdimə sual verin. Müftədədir. Who reads? Kim oxuyur? Aha. İndi mən deyirəm ki, mənim şagirdim doesn't read, oxumur. İndi yenə burada müftədəyə sual verin. Who doesn't read? Kim oxumur? Baxın uşaqlar, doesn't read yan yana gələ bilməmiş. Amma doesn't read yan yana gələ bildi. Niyə? Çünki inkarlaşdı da. İnkarlaşdırdı və inkarlaşdıranda mən nədən istifadə edirəm? Baladan. Bəs yaxşı, sualda niyə yan yana gəlmədi? Çünki sualda do does deyil, lap qabağa keçirdi. Yəni, köməkçi feil arada mübtəda olurdu, sonra əsas feil olurdu, yadınızdadırsa. Başa düşdünüz? Biz zamanları keçəndə sual cümlələrində necə öyrəndik? İndiki sadə do, does, mübtəda, verb 1. Keçmiş sadə did, mübtəda, verb 1. Heç elə bir şey elədik, does, verb 1. Did, verb 1. Elədik sual cümləsində? Yox. İnkarda nətər elədik? Mübtəda, don't, doesn't, verb 1. Düzdürmü? Mübtəda, doesn't, verb 1. Axı mübtədaya sual verəndə who-dan sual verirsən. Başa düşə bildiniz? Bu hissə qarışıq hissə deyil. Məntiqlə başa düşsə testləri rahat tapa biləcəksiniz. Aydın oldu. Deməli, cümlənin digər üzvlərinə sual verəndə söz sırasını pozduq. Məsələn, deyirəm ki, bir dənə burada cümlə yazdım. Deyirəm ki, they bought, onlar aldılar some books. Bir neçə kitab aldılar. Lap samı deməyək, aləm qarışmasın. A lot of books deyək. Sual cümləsinə keçən sam eniyə dəyişilsə bilirsiniz. Onlar çoxlu kitablar aldılar. Bu cümlədə tamamlıq hansıdır? Xəbərdən direkt gələn söz tamamlıqdır da bilirsiniz. İndi kitablar canlıdır yoxsa cansızdır? Cansız. İndi mən ona nə sual verirəm? What. Onlar nə aldılar? What'u qoydum. İndi söz sırası köməkçi feil, mübtəda, əsas feil. Sual əvəzini qoymuşam.
Vəssalam. Ümumi sual cümləsi necə idi? Nətər sual verirdin keçmiş sadə zamana? Və bu nədir? Verb 2. Keçmiş sadə zamana nətər sual verirdin? Yedinə. Vəssalam, bunu tapdın qoydun. Всё. İndi buranı tap. What did mübtəda Z əsas feil var. Vəssalam. Hansı cümlə üzvünə sual verirsənsə, Azərbaycan dilində deyilək də, o cümlə üzvünü çıxardırsan cümlədən, sual cümləsinə bax. Elotopboxda sualı nə ilə verdin? What-la. Ona görə də elotopboxu çıxartdım oradan. Gətirib ta burada sual cümləsində yazmadım. Başa düşürsüz? What did they buy? Onlar nə aldılar? Ümumi sual cümləsi nətər idi? Onun kimi də sual qabağına bir dənə tablet qoyursan. Bildiniz? Məsələn, bax deyirəm ki, I had seen her. Mən onu görmüşdüm. Bu cümlədəki tamamlıq hansıdır? Her. Canlıdır, cansızdır. Canlıdır, düzdürmü? Kimi görmüşdüm? Whom. Whom kimi demək deyil. Whom'u qoydum. İndi köməkçi feil. Have, mübtəda. I, əsas feil, seen. Mən kimi görmüşdüm. Və yaxud da bunu who-la da verə bilərsən. Bayaq dedim, bayaq. Who had I seen to. Who olan cümlənin sonunda söz önü varsa tamamlığın sualıdır. Söz sırasını beləncə pozmalısan. Başa düşə bildiniz? Şagird harda who görürsə əsas feil axtarır. Cümlənin sonunda söz önü varsa o mübtədanın sualı deyil, tamamlığın sualı. Başa düşdünüz? Aydın oldu. Bəli. Bax, tamamlığın sualı buyur. Gördünüz nə rahatdır? Sıradan bildiyin ümumi sual cümləsidir. Sadəcə qabağına gətirib W çartırdı. Bəs sual gördün nə rahatdır? Bəs yaxşı. Gəlin, zərfliyə. Mübtədanı öyrəndiniz, düzdür uşaqlar? Mübtədaya sual verəndə söz sırası necə oldu? Birbaşa əsas feil. Tamamlığa sual verəndə köməkçi feil, mübtəda əsas. İndi zərfliyə sualı gəlin öyrənək. Məsələn, zərfliklərdə necə olacaq? Məsələn, bax deyirəm ki, they finished the tests yesterday. Onlar testləri dünən qutardılar. Dünən qutardılar. Yesterday, nə vaxt? Dünən. Nə vaxt indi hansıdır? When. Qoydun mu bunun sualını? Və sual. İndi bura qədər olan hissəni, bax bunun sualını qoydum. Normal bildiğin ümumi sual cümlesi gibi ver. Finished verb 2'dir. Buyur. Ben, when, did, they, finish, the test. Daha yesterday orada olabilmez de bildin niye? Çünkü yesterday'ni verilen sual verdin. Gördün? Yani ki hansı cümle özüne sual verirsense onun sual əvəzini qoyursan, geri qalan hissəsini adi öyrəndiyin ümumi sual cümləsidir. Görürsün nə rahatdır? Məsələn, bax deyirəm ki, your friends, sənin dostların have betrayed you. Səni satıblar. Bu həftə səni satıblar. Bu həftə. Yeni qoydum. Ve indiki bitmişin düşmənidir. Ve mən sizə zamanların coşmasının pozulmasında da bunu demişdim. İndiki bitmişin düşmənidir. İndi mən götürüb burada when have your friends betrayed deyə bilərəm. Betrayed you. Deyə bilərəm. Axı when indiki bitmişin düşmənidir. Deyə bilmərəm. Deyə bilmərəmsə əvəzində hansı zamana istifadə edəcəm? Keçmiş sadə zamanla. Keçmiş sadə. Necə edəcəm? When did your friends betray you? Sənin dostların səni nə vaxt satdılar? Başa düşdünüz? Yəni ki, uşaqlar, indiki bitmişlə cümlə veribsə, o indiki bitmişin düşmənidir. Əvəzə keçmiş sadədən istifadə edirsiniz. Başa düşdünüz? Aydın oldu. Zaman zərfliyi də bu qədər. Yəni burada geri problem olan bir şey yoxdur ki, bunun sual sözünü götürüb qoyursan bura, buranı da adi bildiyin ümumi sualda kimi çevirirsən. Gördünüz nə rahatdır? Başa düşdünüz? Gəlin cümləni. Bax uşaqlar, Azərbaycan dilində feilə sual verəndə necə sual veririk? Deyin görün. Nə edir? Nə etdi? Nə edəcək? Hansı feildən istifadə elədik? Etmək feilindən. İngilis dilində də elədir. Bax, nə ingilis dilində nədir? What. Etmək nədir? Do. Nə edir? İngilis dilində də elədir. Məsələn, bax deyirəm ki, they write, onlar yazırlar, message. Mesajlar yazırlar. Onlar mesajlar yazırlar. İndi gəlin burada yazmağa sual verək. Bax, xəbərə sual verəndə mütləq what-la sual verməlisən. What qoydum. Write nədir? Verb 1-in köməkçisi nə olacaq? Do. Qoydum. What do? Mübtəda. They. İndi mən xəbərə sual verəmsə, o xəbəri buraya gətirib qoya bilmərəm. Yerinə nə qoyacaq? Do. What do they do? Baxın uşaqlar, cümlənin hansı üzvünə sual verirsənsə, o üzvü cümlədən çıxardırsan, sual əvəzi ilə əvəz edirsən. Hansı zamandadırsa, o zamanın köməkçi vasitəsini qoyursan. Sən öyrənmisən də, do, bunlar ikisi də adaş ola bilər, sizə to do keçmişdim yadınızdadırsa. Adaş ola bilər, amma do, bir var köməkçi feil, hansısa ananın balası. Bir də var do, əsas feil. Xəbərə sual verəndə də Azərbaycan dilində nətər etmək feilindən istifadə etsən, İngilis dilində də elə etmək feilindən istifadə etsən. İstənilən xəbərə. Məsələn, bax, onlar yazırları, gəlin keçmişdə deyək. They wrote message. Onlar mesajlar yazdılar.
Gəlin buna sual verək. Wrote-a. What? Wrote verb 2'dir. Neyini? Did. Mübtəda. They. Əsas feil nə olsun? Write. İndi bu getdi. Bunun yerinə gəldim. Do oldu. Xəbərə sual verəndə xəbəri oradan çıxardıraq. Verb 2 olduğuna görə köməkçi feil neyinədir? Did. Did. Verb 2 olduğuna görə did götürdüm. İndi did varsa feil verb 1'ə dəyişir axı. Başa düşdünüz? Do oldu. Və yaxud da bax bunu aşağını saxlayın ki, müqayisə eləyə biləsiniz. Bunu belə yazın. Məsələn, bax verb 1-də yazmışam, verb 2-də yazmışam. Gəlin indiki davam etsə yazaq. Deyir ki, they are writing test eləyək qısa olsun. Onlar testlər yazırlar. Onlar testlər yazırlar da are writing-ə sual verək. Yəni buna sual verək. Yenə xəbərə sual verirəm. What köməkçi feil. Are mübtəda. They. İndi xəbər writing daxil. Bunu çıxardacağım. Bunun yerinə gətirib doing eləyəcəm. İndiki davam edici olur axı. Baxın uşaqlar, qeyri-adi bir şey yoxdur. Verb 1-in yerinə verb 1 qoydum. Verb 2 did varsa verb 1'ə dəyişir deyə yenə verb 1 qoydum. İndiki davam edici idi. Verb 4'ün yerinə verb 4 elədim. Başa düşdünüz? Bax indi məsələn gəlin bunu indiki bitmişdə yazaq. İndi burada have written-a sual verək. Buyurun. What köməkçi feil. Have mübtəda. They əsas feil. Done. Bu nə idi? Verb 3. Verb 3'ün yerinə verb 3 elədim. Başa düşdünüz? Yəni xəbərə sual verəndə buradakı əsas feil nədirsə, onun özünü do-ya görə dəyişirsiniz. Başa düşdünüz? What has they done? Onlar nəyə görə xəbərə sual verəndə elə burada da bitir. Daha teslim sonra yazmaya ehtiyac yoxdur. Burada bitirirsən, orada o tərəfini yazmaya edirlər. Görürsünüz nə rahatdır? Bəli. Deməli mübtədaya sual öyrəndiniz, xəbərə öyrəndiniz, tamamlığı öyrəndiniz, zərfliyə öyrəndiniz, bir dənə qaldı təyinə sual. İndi burada da təyinə sual verin. Bu hissədən xahiş edirəm diqqətli olun. Təyinə sual verəndə özündən sonra isim gələn sual sözləri hansılardır? Yazıram. What, which yadınızda bunu əvəzlikdə keçmişdim. How many, how much. Bayaq başından da sizə dedim də what mübtədaya da sual verir, tamamlığa da, təyinə də, xəbərə də. İndi what'un tamamlığını öyrətdim. Xəbərini öyrətdim. Sonra mübtədasını öyrətdim, indi təyinini öyrədəcəm. Amma bu ümumi öyrətəcəm. Baxın. What, which, how many, how much. Sonra nə oldu? Oflu birləşmələr. What kind of, what sorts of, oflu birləşmələr. Deməli, bir də whose. Baxın. Bu gördüyünüz sual sözlərindən sonra nə gələr? İsim gələr. Bu gördüyünüz sual sözlərindən sonra isim gələrsə, Azərbaycan dilində təyin. Təyin nədir? Sifətdir də, düz deyil. Deməli, isim gəlirsə, deməli, isim gələn bu sual sözlər təyinə sualdır. İsim gəlirsə. Məsələn, bax, deyirəm ki, these girls, bu qızlar had spoken English. İngilis dilində danışmışdılar. İndi mən burada, bax, these təyindir. Mübtəda gözdür. Bax, bu təyindir. Bir var ki, uşaqlar, burada diqqətli olun. Mübtədanın təyini. Bir var ki, tamamlığın təyini. Burada biraz diqqətli olursunuz. Ha? Bu qızlar ingilisində danışmışdılar. İndi mən bir dənə də belə deyəcəm. I had seen, mən görmüşəm, these girls. Bu qızları görmüşəm. Buradakı these nədir? Tamamlığın təyini. Buradakı these nə oldu? Mübtədanın təyini. Əgər mübtədanın təyinidirsə, birbaşa əsas feil gələr. Yadınızda dedim, mübtədaya sual verəndə birbaşa əsas feil gəlir. Birbaşa əsas feil gələr. Bax, bu qızlar. Hansı qızlar? Which girls. Hansı qızlar? What girls da deyə bilərəm. What-la which isim gələndə hansı mənasını verir uşaqlar? Which girls? Hansı qızlar? Birbaşa nə qoydum? Əsas feil. Had spoken English. Hansı qızlar ingilis dilində danışmışdılar? İndi bir də buna deyirəm. Mən bu qızları görmüşəm. Yenə deyirəm. Which girls? Hansı qızları? Söz sırası bozuram. Tamamlığa sual verəndə söz sırası nətər idi? Köməkçi feil, mübtəda, əsas feil. Gördünüz? İndi şagird deyir ki, ay müəllim, mən hardan bilim ki, bu testdə tapanda hardan bilim ki, bu tamamlığındır, yoxsa mübtədanındır? Deyirəm ki, testi işləyəndə bax, bu sual sözlərindən sonra isim gördün mü? Gördün. Ondan sonra əsas feil gördünsə, beynimə sox ki, bu mübtədanın sualıdır. Ondan sonra söz sırasının pozulmuş versiyasını gördünsə, beynimə sox ki, bu tamamlığın təyinidir. Bu qədər bəs, burada qeyri-adi bir şey yoxdur ki. Başa düşə bildiniz? Aydın oldu. Bir dənə nümunə deyirəm, bundan da bunu yekunlaşdırıram. Məsələn, bax, deyirəm ki, I saw, mən gördüm, 5 students, 5 şagird gördüm. Balaca bazı yazdım ki, başa düşəsiniz. İndi burada 5 şagirdə sual verək. How many, neçə students? Gördünüz özündən sonra ismi. How many students? Gördünüz ismi. İndi so nədir verb 2? Köməkçi feil nə olar? Did I see? Neçə şagird gördüm? Gördünüz. İndi deyirəm ki, 5 students, 5 şagird saw me, məni gördü. İndi buradakı 5 şagird nədir? Mübtədadır. Hardan bildim? Özünüzün xəbər gəlir. Bu tamamlıq idi. Hardan bildim? Xəbərdən sonra gəldi. Başa düşdünüz? İndi burada 5 şagirdə sual verək. Mübtədanın təyini. Verin görüm. How many students?
Yox, birbaşa əsas feil. Somi. Mübtədanın təyinidirsə, birbaşa əsas feil gəlir. Mübtədanın daxı. Tamamlığın təyinidirsə, söz sırasını pozmalısan. Başa düşdünüz? Orada sol kesiyor olmadı. Kızım, axı dik deyil ki, siyə çevrilsin. Birbaşa əsas feilimi qoymuşam da, onun eynisini gətirib qoymuşam. Deməli, bununla da siz öyrəndiniz ki, cümlədə mübtədaya sual verəndə söz sırası nətər oldu? Sual əvəzindən direkt sonra əsas feil oldu. Əgər digər üzvlər, yəni tamamlıqdır, zərflikdir, xəbərdir, bunlarda nətər oldu? Sual əvəzi, köməkçi feil, mübtəda, əsas feil. Yəni bu hissə normal ümumi sual cümlələrində öyrəndiyin şeydir. Sadəcə qalan sual əvəzini qoyursan. Başa düşə bildiniz? Burada qeyri-adi bir şey var. Tam aydın oldu xüsusi suallar. Qəşəng öyrənəcəksiniz, testləri verəcəm evdə işləməyə. Yaxşı. Success is 1% luck, 2% talent, 20% being a team player, and 77% never giving up. Be honorable.